Allahu 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 Allah Allahu 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 Allah Allahu Allahu Allah. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Allah təbarək və teala Qur'an-ı Kərimdə Qədir surəsində buyurur: İnna ənzəlnahu fi leylətil qədr. Biz Qur'an-ı Kərimi Qədir gecəsində nazil etdik. Sual oluna bilər ki, bəs 23 il Peyğəmbərin Peyğəmbərliyi dönəmində nazil olmuş Qur'anla bunun fərqi nədir? Cavab budur ki, Qur'an-ı Kərim iki növdə nazil olubdur. Onun birincisi dəfi şəkildə, yəni bir dəfəlik Peyğəmbərin qəlbinə nazil olubdur. İkincisi 23 il müddətində tədriclə müəyyən münasibətlərlə Həzrəti Cəbrail Əmin tərəfindən Peyğəmbərə nazil olubdur. Biz Səqələyin Fiqh və Hüquq Mərkəzinin etiqad bölməsində olan bu çıxışlarımızda hal-hazırda istəyirik Qur'an-ı Kərimin nazil olma keyfiyyətini bəyan edək. Mümkündür bunu müxtəlif alimlər müxtəlif tərzlərdə bəyan etsinlər. Amma hal-hazırda bizim əldə etdiyimiz məlumata əsasən və bir çox filosofların və Qur'an elmləri üzrə mütəxəssislərin əldə etdikləri qənaətə əsasən bundan ibarətdir ki, Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur: İnna cəalnahu Qur'anan Arabiyyən ləalləkum təqilun və innəhu fi ummil kitab lədeyna ləaliyyun hakim. Biz Qur'an-ı Kərimi qərar verdik. Bəzi ayədə buyurur: İnna ənzəlnahu Qur'anan Arabiyyən. Yəni biz Qur'an-ı Kərimi nazil etdik ərəb dilində, ərəbcə, ərəb lüğətində ki, bəlkə bu lüğətlə sizə gəlib çatarsa, siz Qur'an-ı Kərimdə olan mətləblərin mahiyyət və həqiqətini dərk edəsiniz. Amma Qur'an-ı Kərim bununla bitmir. Qur'an-ı Kərimin həqiqəti bu deyil. Və innəhu fi ummil kitab lədeyna ləaliyyun hakim. Ummul kitabda, yəni Lövh-i Məhfuzda, yəni aləmi qeybdə, qeyb aləmində o çox böyük hikmətli mənalara malikdir. Alimlər buyururlar ki, ilk növbədə nüzulu məna edək. Nüzul ərəbcə enməyə deyirlər. Əgər uca bir yerdən bir şey, yəni yuxarıdan aşağı gələrsə, ona deyirlər nüzul, nəzələ. Və İstər-istəməz bu zehnə gəlir ki, uca bir məqamdan enibdir Qur'an-ı Kərim və dəqiq olaraq düzdür, uca bir məqamdan enibdir. Amma bu enmək maddi enmək deyil. Belə deyil ki, Qur'an-ı Kərim hazırda biz gördüyümüz cildlərdə mələikə vasitəsilə gəlsin Peyğəmbərin əlinə çatsın. İstər onun dəf'i forması, istər tədrici forması. Dəf'i şəkildə nazil olanda onun zamanı Qədir gecəsidir. Şiə alimlərinin qənaətinə əsasən Qədir gecəsində bir dəfəyə nazil olubdur. Qur'an-ı Kərimin həqiqəti bir dəfəyə nəzələ bihi ər-ruhul əmin alə qəlbik. Bir dəfəyə Peyğəmbərin qəlbinə ruhul əmin Həzrəti Cəbrail nazil edibdir. Amma tədriclə olanda da o da həqiqətdə Peyğəmbərin qəlbinə nazil olubdur, amma tədriclə nazil olubdur. Yaxşı, yuxarıdan aşağı enmək Qur'an-ı Kərimin enməyi nə mənayadır? Bu, indi oxuduğum ayədə buyurdu ki, və innəhu fi ummil kitab. Qur'an-ı Kərim ummul kitabda. Ummul kitab, Lövh-i Məhfuzun başqa bir adıdır. Yəni, bütün məxluqların həqiqətinin Allah yanında olduğu yer, qeyb aləmi. Başqa ibarətlə. Bu qeyb aləmində lədeyna, Allah buyurur bizim yanımızda, yəni onun yanında ləaliyyun hakim, çox bir uca məfhuma malikdir.
onu dərk etmək üçün o qeyb aləmin dərk etmək lazımdır. Siz və mən və bizim timsalımızda olan insanlar, cinlər və digər məxluqatın qüdrəti yoxdur, potensialı yoxdur. Bu həqiqəti dərk etsin. O həqiqət bizə çatdırılmaq üçün o qədər aşağı enməlidir. Enməlidir ki, biz onu dərk edə bilək. Allah Təbarək və Teala qeyb aləmindən onu nazil edir, gətirir maddə aləminə, nasut aləminə, xəlq aləminə, dünya aləminə. Dünya aləmində onu gətirir artıq dilə, artıq kəlama, danışığa. O danışıqda artıq biz onu başa düşə bilirik. İnna ənzəlnahu Qur'anən ərəbiyyə. Ərəbi Qur'an artıq maddə aləmində özünü təzahür edir. Və dillərin içindən, bunu da biz Qur'andan istinbat edə bilirik, çıxarış edə bilirik ki, dil ərəb dili olduğu üçün Allah Təbarək və Teala bu Qur'anı dillərin içində ərəb dilində nazil edibdir. Biz alimlərin bəyan etdiyi şəkildə biz aləmlərə bir baxış keçirsək, bir yuxarı bir aləm var ki, qeyb aləmidir, başqa sözlə lahut aləmidir. Allah Təbarək və Teala'nın loh-u məhfuzu oradadır, yəni ilah aləmidir başqa sözlə və bu Qur'an əslində oradadır, Allahın yanındadır və bir pillə ondan aşağı əql aləmidir. Artıq mələikələrin dərk etdiyi bir aləmdir. Bir pillə aşağı mələkut və misal aləmidir ki, onu bir çox insanlar da o dərk edə bilir. Sonda nasut aləmidir, yəni xəlq aləmidir. Bunu təsvirə çəkdim, bu alimlərin bu bəyanın təsvirə çəkdim ki, biz tənəzzülü və nüzulu nə edək, dərk edə bilək. Qur'an-ı Kərimin həqiqəti ki, biz onu dərk edə bilmirik həqiqətən. O lahut aləmində, ilah aləmində, qeyb aləmindədir. Onu kim dərk edə bilir? Bizim Peyğəmbər onu dərk edə bilir. İndi inşallah onu izah edərəm. Biz onu dərk etmək üçün bu aləmləri enməlidir, aşağı gəlməlidir. Bizim yaşayışımızla uyğunluğu olmalıdır. Bizim yaşayışımızın da, bizim həyatımızın, dərkimizin uyğunluğu maddə ilədir. Kəlam da maddədir. Maddəyə enir, kəlama enir və biz onu dərk edə bilirik. Biz onu başa düşə bilirik. Və dediyimiz kimi, bu dillərin içində də ərəb dili mükəmməl olduğu üçün Allah Təbarək və Teala onu ərəb dilində nazil etmişdir. Həqiqətdə biz Qur'an-ı Kərimin nazil olmasın deyəndə ərəbcə nazil olduğu üçün bunu deyirik. Amma onu kim nazil edib? Hədislərə əsasən, hətta Qur'an-ı Kərimin öz bəyanına əsasən hədisdən öncə Həzrəti Cəbrəil nazil edir. Amma onu hər bir şəxsə nazil edə bilər? Xeyr. Çünki o şəxsin özünün zərfiyyəti, potensialı olmalıdır. Bəzi böyük alimlər və o cümlədən dahi filosof, həkim, Molla Sədra belə bir sözü vardır və bir çox müasir alimlər də bunu qəbul edirlər. Buyururlar ki, Qur'an-ı Kərim həqiqətdə Peyğəmbərin öz vasitəsilə nazil olubdur. Nəinki Cəbrəil götürüb onu gəlibdir. Yəni, Qur'anda belə bir ayə də vardır ki, فَقَانَ قَابَ قَوْسَيْنَ əv ədna فَأَوْحَا إِلَى عَبْدِهِ مَا أَوْحَا. Bu Meyrac gecəsinə aiddir. Peyğəmbərin Meyracı eşitmişsiniz. Peyğəmbər ki, Meyraca getdi, uruc etdi. O lahut aləminə, yəni bu aləmləri keçdi. Qalxdı, elə bir yerə qalxdı ki, sanki Allahla onun arasında, yaxud bəzi təfsirçilərlə mələikə ilə Həzrəti Cəbrəil ilə onun arasında iki qovs, iki ox fasilə qaldı, məsafə qaldı. Əlbəttə bu bir məcazdır, çünki məkan söhbəti orada yoxdur. Yəni o qədər mənəvi aləmə yüksəldi. Ondan sonra Allah fəəvhə, Allah ilə əbdihi, əbdinə kimə, Peyğəmbərə ma əvhə. Hər nə var idi oradan etdi, vəhy etdi. Həqiqətdə buyurur bu alim Molla Sədra, buyurur ki, Peyğəmbər o Qur'anı götürdü, gətirdi aşağı. Yəni o Qur'anı o aləmdə, qeyb aləmində dərk etmək üçün ora uruc etməlisən. Nəinki Qur'an nüzul etməlidir.
Peyğəmbər gətirdi və öz dilində, ərəb dilində onu xalqa və ümmətə bəyan etdi. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu. Allahu, 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 Allah.